Sana valideynlər casdı. Müəllimə mənə dedi ki, sənin də valideynin gəlsin. Hə, oğul, necəsən? Sağ ol, yaxşıyam. Yaxşı ol. Müəlliməyə deyərsən ki, atam rayona gedib, yoxdur burada. Oldu. İşimiz var da. Ata, Xəqardə əmi qapıdadır, səni istəyir, nə deyim? Denəm ona yoxdur evdə atam. Yaxşı. Qaç. Var. Hay Vüqa. Hə, Xəqardə. Necəsən Gəgəş? Sağ ol. Ata evdədir? Yox, atam evdə yoxdur, Xəqardə. Yoxdur. Ha, yaxşı. Sağ ol. Sağ ol. Vüqarın da maşını burdadır, deyir evdə yoxdur atam. Nə bilim. Kimdir bu görürsən? Hə, qaqaş. Hə, gələm ora 15 dəqiqəyə. Gələm. Ata, hara gedirsən? Kim soruşur ki? Anam. Hə, deyərsən ki, işdən çağırıblar, işə gedirəm. Oldu. Sağ ol. Əli, dayan bir dəqiqə. Hə. Ala, bu bankın puludur 300 manat. Aparıb verərsən banka. Hesabı bilirsən də? Hə, bilirəm, baş. Köçür də ağıllı balam. Oldu. Xeyirdir inşallah. Bəli. Aleyküm salam. Necə ola bilər ki, bu 3 gün bundan qabaq mən onu ödəmişəm? Yaxşı, qoyun bir mən maraqlanım uşaqla. Oldu, sağ olun. Əli, haradasan? Hə, gəldim artıq, nə olub? Bu oyunlar sənə pul vermişdim baydan, o nə oldu? Hə, ödəmişəm də mən. Bəs baydan mənə zəng eləyiblər, deyirlər Yox, ödəmişəm, mən ödəmişəm. mən bu uşaqla harada səhv elədim? Müəlliməyə deyərsən ki, atam rayona gedib, yoxdur orada. Denəm ona yoxdur atam. Hə, deyərsən ki, işdən çağırırlar, işə gedir.